Bəli, ilk olaraq elə canlı bağlantılarımızla başlayırıq. Ənənəvi olaraq Pərvin bizi gözləyir. Hazırda Dövlət Məşğulluq Agentliyi tərəfindən Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilir. Yarmarkada agentliyin idarə heyətinin sədri Sadiq Əliyev və digər rəsmilər iştirak edir. Bu barədə isə ətraflı məlumatı bizə elə Pərvin Piriyev çatdıracaq. Pərvin, salam, xoş gördük səni. Hansı məlumatları təqdim edə bilərsən, eşidirik. Salam Nuranə, bəli, düz vurğuladın. Azərbaycan Dövlət Məşğulluq Agentliyi, eyni zamanda Azərbaycan Texniki Universitetinin nəzdində yarmarka həyata keçirir və belə ki, 90 işə götürən və eyni zamanda 800-dən çox işə ehtiyacı olan və yaxud da işsiz vətəndaşlar üçün vakansiya elan olunur və demək olar ki, tədbirdə bir neçə dəqiqə ərzində başlayacaq. Daha ətraflı məlumatları, yəni konkret detalları isə istəyərdim ki, elə bu istiqamətdə Bakı Regional Məşğulluq Filialının müdürü Habil Aliyev bizim müsahibimizdir. Habil bəy, hazırda daha doğrusu bir neçə dəqiqə sonra başlayacaq tədbirdə qarşıya qoyulan məqsəd nədir və eyni zamanda vətəndaşlara nə kimi vədlər verilir? Təşəkkür edirəm. Bugün Bakı Regional Məşğulluq Filialı ilə Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunan yarmarkada əsas məqsədimiz işsiz və iş axtaran şəxslərlə işə götürənlərin ünsiyyətini yaratmaq, həm işsiz və iş axtaran şəxslərin rahat onlara əlçatanlığını təmin etmək, onların işlə təmin olunmasına dəstək olmaq, həm də əmək bazarının tələblərinə uyğun kadrlarla işə götürənləri təmin etməkdən ibarətdir. Yarmarkada 90 müəssisə iştirak edir, 800-dən çox vakansiya var. Vakansiyalarda təqdim olunan maaşlar 400-2000 manat arasıdır. Burada əgər əmək bazarının tələblərinə uyğun olmayan işsiz və iş axtaran şəxs olmadıqda bizim Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Təhsil Mərkəzi də öz stendi ilə burada iştirak edir. 175 adda peşə kurslarımız var ki, biz onların qeydiyyatını apararaq əmək bazarının tələbinə uyğun kadr yetişdirmək üçün 1 aydan 6 aya qədər onları təlimə cəlb edəcəyik. Bunların heç birinə uyğun olmayan vətəndaşlarımız da özünün məşğulluq tədbirləri çərçivəsində qeydiyyata alınır. Gələcəkdə onlar öz bizneslərini qursunlar deyə aktivlərlə təmin olunur və növbəliyə yazılır. Təşəkkür edirəm Habil bəy. Belə Nuranə, bizim müsahibimiz Bakı Regional Məşğulluq Filialının müdürü Habil Aliyev idi və bir neçə dəqiqə sonra baş tutacaq tədbirlə bağlı ətraflı məlumatı diqqətimizə çatdırdı. Eyni zamanda qeyd elədi ki, 90 işə götürən və eyni zamanda 800-dən çox işə ehtiyacı olan və yaxud da işsiz vətəndaşlar üçün vakansiya elan olunub ki, onlar üçün də müəyyən vədlər verilir və bunun da əsas səbəblərindən biri, daha doğrusu onlar üçün verilən vədlərdən biri də maaş aralığının 400-2000 manat aralığında olmasıdır. Yəni onların istəklərinə uyğun olaraq həmin şəxslərə müəyyən işlər vəd olunur və yaxud da işlər üçün vakansiya elan olunur. Belə, mənim hələ ki, sənə çatdıracağım məlumatlar bu qədərdir. Sözü yenidən xəbər mərkəzinə ötürürəm. Nuranə. Çox sağ ol Pərvin, təşəkkür edirik. Ətraflı məlumatları çatdırdığın üçün minnətdarıq. İndi isə digər bağlantımız da var əlbəttə ki.